Salam əziz şagirdlər. Deməli, biz sizinlə bugün riyaziyyatdan yekun monitorinq 5 izahına baxacağıq. Bu kimi videoların arzunun gəlməyini istəyirsinizsə, çox xahiş edirəm, videolarımızı bəyənin, abunə olmağı unutmayın və rəy yazın. Başlayaq 26-cı sualdan. 26-cı sualda bizə verir ki, A və B ədədlərinin ortaq sadə vuruqlarının hasili 15 olarsa. Ortaq vuruqlarının deməli 15 olarsa, ortaq sözü var. Deməli, burada əbabımız nəyə bərabərdir? 15-ə. Əkobu zaten özü veribdir. Əkobu zaten özü veribdir. Əkobu verib ki, 360-dır. Bizdən C ortaq olmayan. Biz də bilirik ki, əkobu əbaba böləndə ortaq olmayan C elementini alırıq. 360-ı 15-ə böləndə 24. Deməli, misalımızın cavabı 24-dür. 27-ci sualda bir tənlik veribdir. Tənliyi həll elə. Əslində tənlik gözünüzə böyük görsənə bilər. Bu sualdan qaça bilərsiniz. Bu kimi suallar verəndə çox xahiş edirəm. Yəni qaçmayın. Diqqətlə fikrini verin. Bu kimi suallar əslində asan suallardır. Sadəcə mötərizələri vurub açmaq lazımdır. Mən işarələdiyim istiqamətdə mötərizəni vurub açıram. 96 çıxılsın. 3-ü 2-yə vursam, yox 3 durur hələ. Deməli 2-ni vururam 3x-a. Eləyir 6x. 2-ni 1-ə vururam, eləyir 2. Baxın, çıxaq 27 verilibdir. Bölək 9, çıxılsın 4 bərabərdir 5-ə. Həmçinin bu mötərizə bir mötərizə olduğuna görə bölünəni bölən qismət gedəcəkdir. Deməli, 96 çıxılsın 3-ə 16-ya vuracam 18. Bax, bu ikisini hesablayanda deməli 3-ü 27-dən 2 çıxdım. Elədi 25. 3-ü də 25-ə vuranda, 3-ü 25-ə vuranda eləcək müsbət 75. Artıq bölünsün 9, çıxılsın 4, bərabərdir 5 ifadəsi verilibdir. 96 ilə 75-i toplasam, eləyir 171. Mötərizənin üçün çıxaq 18x bölünsün 9. 4-ü bu tərəfə keçirəm, bərabərdir 9. Bax, bölünən qismət və yaxud dediyim kimi. 171 çıxılsın 18x bərabərdir. Biz məhsul bölünəni tapmaq üçün böləni qismətə vururuq. Yəni 9-9-a vuranda 81. Deməli, mənfi 18x bərabərdir. 171-dən çıxaşıq, bir dəqiqə, burada yerləşmir. Mən bu istiqamətdə başdan yazmaq planlayıram. Deməli, buradan yazırıq 171, çıxılsın 18x bərabərdir 81-ə. Bax, bu faydanın dalını yazıram. Adi tənlikdir. Deməli, mənfi 18x bərabərdir 81 çıxılsın 171. Deməli, mənfi 18x bərabərdir mənfi 90-a. X də bərabərdir mənfiyə böləndə 5, 90 18-ə böldüm 5. Deməli, düzgün variantım B variantıdır. Ola bilər ki, mən burada sürətli şəkildə izah elədim. Yəni, əgər sürətli şəkildə izah eləmişəmsə, videonu geri yığdırıb baxa bilərsiniz. Bəzi mərhələləri yerləşmədiyi üçün, yəni qısaca olaraq qeyd etdim ora. Aha. Sonra keçirəm 28-ci suala. 28-ci sualda baxın, burada deyir ki, A və C paraleldir. Paraleldirsə, əgər bura 75 dərəcədirsə, Y bucağını soruşur, onda Y bucağı da elə 75 dərəcədir. Bizim cavabımız oldu B variantı. Paralellik əlamətinə diqqət eləyin. Aha. Daha sonra keçdik 29-cu suala. Deyir, azalan, biz bilirik ki, azalan, üstəgələk çıxılan, üstəgələk fərqin cəmi nəyə bərabərdir? 180-ə. Bax, buradan azalan üstəgələk, yox, azalan çıxılan bərabərdir fərq ifadəsi var, düzdürmü? Buradan azalanı tapanda nə edirəm? Fərqin üzərinə çıxılanı gəlirəm. İndi burada fərq üzərinə gələk çıxılanı yerinə bir dənə azalan qoya bilərik. Onda olur azalan üstəgəlin üçün azalan bərabərdir 180. 2 dənə azalan bərabər olur 180-ə. Onda azalanın bərabər olur 90-a. İndi bizə deyir ki, fərq azalanın 20%-nə bərabərdir. Yəni 90 vurulsun 20 bölünsün 100 faizini tapdım. Elədi 18. Mənim fərqim 18 imiş. Çıxılanı tap. O zaman olur 90 azalanım 90-dır. Azalanım burada 90, qeyd edeyim yerinə bir dəqiqə, 90. Çıxılanım burada 18. Digərini tapmağımızı istəyir. Burada da yaza bilərəm, çıxılan bərabərdir 18. Onda çıxılan nəyə bərabər idi? 90-dan çıxırdım 18-ini.
90-dan da 18-ini çıxanda cavab alıram 72. Deməli, çıxılanın qiyməti 72 imiş. Keçdim 30-cu suala. 30-cu sualda satıcı 3 kiloqramının qiyməti 12 manatdırsa, yazıram 3 kiloqramı 12 manatdırsa, meyvənin 6 kiloqramını, yəni alır, 3 kiloqram meyvəni 12 manata alır, 6 kiloqramını 30 manata satır. 3 kiloqramı 12 manatdırsa, onda baxıram ki, buradan 1 kiloqramı 12-ni 3-ə bölürəm, 4 manatdır. Aha, deyir 6 kiloqram meyvəni 30 manata satır. Onda 6 kiloqramı 30 manatdırsa, 1 kiloqramı 36-ya bölürəm, 5 manatdır. Bizə deyir ki, o satışında neçə faiz gəlir əldə edir? Baxın, deməli 3 kiloqramını 12 manata aldığı meyvəni 6 kiloqramını 30 manata satır. 1 kiloqramı 4 manatdırsa, deməli 1 kiloqram 4 manatdır. Bax, 4 manata alıb 5 manata satır. O zaman əgər 4 manata 100%dirsə, 5 manata x-dir. Deyir, nə qədər gəlir əldə edir? Çarçarpaz vuranda 500 bölünsün 4, o da eləyir 500-ü 4-ə böləndə 125. Ədədim əvvəlcə, faizim əvvəlcə 100% idi, sonra oldu 125. Nə qədər artdı? 25% artır, yəni 25% qazanc əldə edir. Sadəcə məsələni diqqətlə oxumaq lazımdır. Bəzən uşaqlar belə faiz məsələləri görəndə 2 mərhələli sualın üstündən keçirlər, keçmək lazım deyil. Deyir, -14-dən -8 bərabərliyinin yerinə yazılacaq ən kiçik tam ədəd hansıdır? Bax, aralığında yerləşir -13, -12, sonra -10, -11, -10, sonra 9 və -8-in özünü götürə bilmirəm. Bax, bu ədədlər arasında yerləşir. Sadəcə burada deyir ki, ən kiçiyi 13-dür. Niyə 13-dür? Biz axı sizlə demişdik, mənfilər hansı sıfırdan, ədəd oxundu, hansı sıfırdan uzaqdırsa o kiçikdir. Ona görə cavab oldu D variantı. Ən böyük soruşsaydı, o zaman -9-u götürə bilərdik. Daha sonra keçirik 32-ci sualımıza. 32-ci sualda deyir, OX oxuna nəzərən simmetrik olan nöqtəni göstərin. Biz bundan əvvəl keçmişdik. Yəni, digər monitoringdə də OY oxunu soruşurdu. İndi burada OX-i soruşur. Mən sizə demişdim ki, adı çəkilən qalsın, digər işarəsini dəyişsin. Olur -3, -6, B variantı. Keçirik 33-cü suala. 33-cü sualda moduldan hər zaman müsbət çıxır. Deməli, şərt verilməzsə, şərt verilməzsə bu sayda bir moduldur. Ona görə -4 müsbət çıxır. Müsbət 3 zaten müsbət çıxır. Toplayanda 7 edir. Çox sayda bir sualdır. Keçdik 34-cü suala. 34-cü sualda bizə bir dənə silindir veribdir. Deyir, bu silindirdə 8 hündürlüyü veribdir, radiusu 5 veribdir. Baxın, P-nin də qiymətini qeyd edib 3. Deyir, həcmi təbii V nəyə bərabərdir? S oturacaq, vurulsun H. S oturacağım da dairə olduğuna görə dairənin sayı düsturu pi r kvadratı H-dır. Deməli, pi vurulsun 5-in kvadratı 25, 3 vurulsun 8. Deməli, 25-i 3-ə vururam, onda 8-ə vuranda cavab eləyir 600. 35-ci suala baxaq. 35-ci sualda bizə deyir ki, AB məsafəsi 32-dir. Baxın, buranı 12 verib, ümumini 32 verib. Bizdən deyir ki, BC-ni tapın. Nə edirik? 32-dən çıxırıq 12-ni, qalır 20. Çox sadə bir sualdır. B variantı. Keçdik 36-cı suala. 36-cı sualda baxırıq şəkil 8 hissəyə bölübdür. 8 hissədən ikisi rənglənib. 8 hissədən 6-sı rənglənməyib. Bizdən rənglənmiş hissəni istəyir. Bu da ixtisar gedir, qalır 4-də 1. Cavab B variantıdır. 37-ci sual. Düzbucaqlı paralelipedin eni 3, uzunluğu 5, hündürlüyü 4 olarsa, deyir ki, onun bütün tillərinin uzunluqları cəmini tapın. Düzbucaqlı paralelipedin biz bilirik ki, 12 dənə tili var. Deməli, 12 dənə tili varsa,
4 dənə bu tildəndir, 4 dənə bu tildəndir, 4 dənə də bu hündürlükdəndir. Deməli, 4-ü 3-ə vursam, eləyir 12. 4-ü 5-ə vursam, eləyir 20. 4-ü 4-ə vursam, 16. Bunu toplasam, eləyir 48. D variantında var. Sadə bir sualdır. Yəni, biraz oxuyanda diqqətlə oxumaq lazımdır. Daha sonra keçdik növbəti sualımız olan 38-ci suala. 38-ci sual çoxluq sualıdır. Deyir, 1-dən 24-ə qədər olan tək ədədlər. A bərabərdir, 1-dən 24-ə qədər olan tək ədədlər. B çoxluğunda isə 4-ə bölünən ədədlərin birləşməsini tapın. Bax, 1, 3, 5, 7, 9, 11, 13, 15, 17, 19, 21 və 23. Bu bizim oldu tək ədədlərimiz. B-də də deyir ki, 1-dən 24-ə qədər olan 4-ə bölünən ədədlər çoxluğunu tapın. Deməli, 24-ə 1 bölünür, 4, 8, 2-nin özü də bölünürdü, 6-da bölünürdü burada, 3-də bölünürdü. Mən birinci cüt ədədlər fikirləşdim neyəsə. Deməli, 1, 2, 3, 4, 6, 8, daha sonra 12 və 24-ün özü. İndi burada neçə dənə? Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə element A-da var. Sadəcə, bax, bundan görürsünüz, bu tək ədədlərdən ikisi təkrarlanıb deyə yerdə qalan cütləri götürürəm. 1, 2, 3, 4, 5, 6 dənə də burada var. 12-nin üstə 6 gəldim, 18 dənədir. Sadəcə, bizə burada, baxın, cavablarımızda 18 sualı yoxdur. Burada çap səhvi var. Burada yəqin ki, kəsişməni istəyirmiş. Yəni, əgər A birləşmə B-ni istəsə 18-dir. Ancaq burada variantlara uyğun kəsişməni istəyir. Kəsişməni də gördük, ortaqları neçə dənədir? 2 dənə. Ona görə cavab burada A variantıdır. Amma dediyim kimi, sualı izahını bu formada verdim. Həm birləşməni, həm kəsişməni. Sadəcə burada sualın variantları fərqlidir, şərti fərqlidir. Yəni burada nəsə mexaniki səhvlik var. Buna belə bir ulduz qoyuram. Yəni bu sualda özünüz də fikirləşin, diqqətli olun. Aha. Sonra keçdik növbəti sualımız olan 39-cu suala. 39-cu sualda bizə deyir ki, İmtahanda 4-sə bir düzə aparır. Həmin imtahanda iştirak edən şagird 76 yazdı və 51 bal topladı. Bu şagird neçə səhv cavab verdi? Baxın, 4 dənə səhv, bir dənə düzə aparır. Bir düz. Deyir, 76 sual yazdı. 51 bal elədi. Deməli, bu artıq 51 bal yazıbsa, biz bunu tənliklə yaza bilərik. Yazarıq ki, 76-dan çıxırıq. Bilmirik, axı neçə dənə səhvimiz var. Bu ədədi bir səhvim 400 aparır deyim, bu 4-də 1 deməkdir da. X-i bölərəm 4-ə. Ümumi mənim topladığım bal 51-dirsə, bu tənliyi həll elərəm. Mən sizə demişəm ki, kəsirli ifadələr görürsünüzsə, onu azad eləməyə çalışın. Azad eləməyə çalışdıqda, deməli, mən hər tərəfi 4-ə vururam. Belə daha asan gəlir. Olur, x bərabərdir 51 vurulsun 4. Deməli, 76-nı vursam 4-ə, 304 eləyir. Çıxaq 4x, çıxaq x bərabərdir. 51-i 4-ə vuranda 204 eləyir. Burada 304 çıxılsın 5x bərabərdir 204-ə. 304-dən 204 çıxanda cavabım 100 eləyir. 5x bərabərdir 100-ə. X də bərabərdir 20-yə. Deməli, bizim burada neçə suala səhv cavab verib? Şagird 20 dənə suala səhv cavab veribdir. Keçdik digər sualımıza. Digər sualımız 40-cı sualdır. 40-cı sualda bizə deyir ki, ədədlər 3, 4, 13 nisbəsində bölünübdür. Ən kiçik isə neçə faizdir? Toplasaq,
Deməli 3x üstə gəlsin 4x üstə gəlsin 13x bizə verir ümumi 20x. Deyir ki, bizdən kiçik hissəni soruşur. Mən demişəm ki, hər zaman soruşulan sürətdə ümumi məxrəcdə yazılıb 100%-ə vursam, 100 ilə 20 getsə qalar 5, 5 dəfə 3-üm 15, deməli kiçik hissəm 15% imiş. 41-ci sualda bizə deyir ki, ölçüləri 8 və 10 olan, 12 və 9 olan düzbucaqlılar verilibdir. Açıq boz rəngli hissənin sahəsi 93-dür. O zaman 8-i əvvəlcə 10-a vursam, eləyəcəkdir 80. Deməli, bunun sahəsi 80-dir. 12-ni vuraram 9-a, sahəni hesablamaqdan ötürü. 12-ni 9-a vuranda eləyir cavabım 108. Bax, burada 108-dir, 108. Bir dəqiqə bağışlayın. Burada 108-dir. 108 çıxılsın. Bax, 93 veribdir da, düzdür. Yəni, bu hissənin içindən çıxıbdır. Ona görə 93 veribdir. 108-dən 93 çıxsam, əgər cavabım alır 15. Deməli, bu hissənin sahəsi 15 imiş. Bizdən küntboz kvadratı soruşur deyin. Daha sonra 80-dən 15 çıxıram. 80-dən də 15 çıxanda cavabım olur 65. Cavab D variantı. Aydındır. Keçdik. Əslində çox asan bir sualdır. Keçdik 42-ci suala. AB parçasını 5 hissəyə bölünübdür. Bax, 5 hissəyə bölünübsə, PB-ni soruşur. 1, 2, 3, 4. PB 4-dür. 4 bölək. AP-ni soruşur. 1. 4-ü bilə bölündə nə eləyir? 4. Cavab C variantıdır. Keçdik 43-cü suala. İti bucağı 60 dərəcə olursa, biz demişik ki, romun qarşı bucaqları bir-birinə bərabərdir. Bir tərəfə bitişik bucaqları 120 dərəcədir. Bunu demişik. Rombun kiçik diaqonalı 60 dərəcə 6-dırsa, bax 2 bərabər hissəyə böldü. Artıq bu bərabər tərəfli 3 bucaq alındı. Deyir, rombun perimetrini tap. Onda burada 6 olur, burada. Niyə? Rombun bütün tərəfləri bir-birinə bərabərdir. Perimetrdə 4 vurulsun 6 bərabərdir 24 verir. Cavab B variantıdır. Keçdik 44-cü suala. Əgər tələsik izah eləyirəmsə, yəni təkrar videoya baxa bilərsiniz. Sadəcə istəyirəm ki, video çox uzun olmasın, axıra qədər baxmağı bacara bilərsiniz. Bəzi uşaqlar var ki, tələsirlər, videonu qabağa verirlər, sırf variantları görmək üçün. Amma məqsəd odur ki, izahları diqqətlə dinləyib, diqqətli işləyəsiniz bu monitorinq suallarını. Sinifdəki qızların sayı bütün şagirdlərin sayından 6 dəfə azdır. Deməli, qız və bütün şagirdlər, bütün. Deyir, sinifdəki qızların sayı bütün şagirdlərin sayından 6 dəfə azdır. Deməli, 6x olsa, burada x olsa, onda oğlanlar nə olur? Oğlanlar 5x olur. 6x-dan x-i çıxıran 5x qalır. Deyir, bütün şagirdlərin sayı sinifdəki oğlanların sayından neçə dəfə çoxdur? Neçə dəfə çoxdur? Baxaq, deməli, burada bütün şagirdlərin sayı sinifdəki olanların, bütün şagirdlərim 6x oldu. Sinifdəki 5x oldu. 6-nı 5-ə bölsəm, x-lar gedir. 1,2 varmı cavabda? Deməli, haradasa səhvə yol vermədik ki. 1,2. Yox. Səhvə yol verməmişik. Sadəcə, C variantı var imiş. Baxıram, variantlarda görə bilmirəm. C variantı. Keçdik 45-ci suala. Yenə tənlik bir sualı. Bu monitoringimizdə tənlik sualı çox oldu. 3 dənə tənlik sualımız demək olar ki, oldu. Baxın, çarçarpaz vururam. 6 vurulsun 3x üstə gəlinsin 6. 8 vurulsun 2x plus 1. Hər tərəfi 2-yə də ixtisar aparmaq olar. Sadəcə rəqəmlər balacadır. Vuraq açaq. 18x üstə gəlsin 36. 8-i 2-yə vururam 16x üstə gəlsin 8. Deməli, keçiddən bu tərəfə 18x çıxılsın 16x bərabərdir 8 çıxılsın 36. 18-dən 8 çıxdım, 2x qaldı. 8-dən də 36 çıxanda deməli qalır 28. Hər tərəfi də 2-yə bölsəm cavab 14. Düzgün variantım 14-dür, A variantı. Bir dəqiqə, yox.
mənfi 14. Burada mənfi 28 idi, diqqətsizlik elədim. Ona görə cavabım mənfi 14-dür. Mənfini müsbətə böləndə mənfi eləyir. Baxaq 46-cı suala. 46-cı sualımızda deməli birinci ədədimiz x. Digəri bundan 3-də 5. 1 3-ə vurdum. 3, 2 gəldim 5. Digər ədədim isə yenə 3-də 5 vurulsun 3-də 5. Bu da eləyir x-da 9-da 25 eləyir. Gəl indi toplayaq. X, qırmızı ilə yazım, x üstə gəlinsin 3-də 5x, üstə gəlinsin 9-da 25, x bərabərdir 196. Ortaq məxrəc 9 olsa, x 9x. Üstə gəlinsin 3 dəfə 5-im 15x, üstə gəlinsin 25x. Bərabərdir 196 olsa, deməli 196 9-a bölünür, yox bölünmür. Deməli 15, 25 və 9-u toplasam 49 eləyir. 49x bərabərdir 196 vurulsun 9. 196-nı 49-a böləndə 4 eləyir. Bu ixtisar getdi, 4 elədi. Deməli 4 elədim. X nəyə bərabərdir? 4-ü 9-a vururam 36. Bizdən soruşur ki, ən böyük ədədi tapın. Ədədimin biri 36 imiş. Cavab da yəqin ki 36 olacaqdır. Biri 36 vurulsun 3-də 5 idi. Bundan bir ixtisar gedəndə 12, 12-ni 5-ə vuranda 60. Digər ədədim 36-da 9-da 25 idi. Səhv eləmirəmsə, bundan bu ixtisar gedəndə 4, 4 dəfə 5-im, 4 dəfə 25-im 100 elədi. Baxın, ən kiçik ədədi soruşur, ən böyük ədədi soruşur, bağışlayın. Ən kiçik böyük ədədim 100 imiş. Cavab burada 100-dür. Keçək 47-ci suala. 47-ci suallar bu bizim topluların içində, hansı ki abituriyent üçün istifadə etdiyimiz topluların içində düşən suallardandır. Yəni getdikcə mürəkkəbləşir və yaxud da deyim ki sizin üçün asanlaşır. Çünki bu sualları indidən bilsəz, gələcəkdə çətinlik çəkməzsiniz. Keçdik x, y bölünsün, a qalıq b-dir. Baxın, ay uşaqlar, çubuqlu bölmə ilə bölsəm, üstündən ixtiyari bir rəqəmi qoy. Zaten bundan bu gedəndə 1, x, y gördünüz, heç nə qalmadı. 0-a endirirəm, bölünmür bura. 5-ə endirirəm, bölünmür bura. 1, 0, deməli 100 qalıqda 5 alınır. Özünüz üçün hasilini istəyir, o da 5. Özünüz üçün, məsələn, x, y-in yerinə tutaq ki, 10 qoyun, 15 qoyun, 81 qoyun, 72 qoyun, yenə cavabı 500 alarsınız. Ya rəqəm qoyub yoxlamaqla hesablayın, yəni həm bu x, y-ə hər iki tərəfdə də, ya da ki, çubuqlu bölmə ilə belə hesablayın, cavabı alın. Deyir ki, 11, 13, 15 yaşındadır qadının uşaqları. Neçə ildən sonra qadının yaşı, uşaqların yaşları cəminə bərabər olar. Deməli, biz fikirləşək, qadının yaşının üstünə en gələcəyik, bilmirik neçə il sonradır. Bu zaman uşaqların da yaşları cəmin üstünə en gələcəyik. Deməli, 11 üstə gəlinsin en, hansı ki 13 üstə gəlinsin en, hansı ki digər uşaq 15 üstə gəlinsin en. Bu artıq bunların yaşları cəmi 28, 39 üstə gəlinsin 3 en alındı. Bərabər eləsəm bu ifadəyə 39 üstə gəlinsin 3 enə. Deməli, biz 55-dən 39 çıxsaq qalar 16 en, bərabərdir 2 enə, en bərabərdir 8. Deməli, 8 il sonra uşaqlarımın yaşları cəmi ilə ananın yaşları cəmi bərabər olar. 49-cu suala baxaq. Vətənlərin xassəsi. Vətənlərin xassəsi necə idi? Bu hissə vurulsun, bu hissə. Yəni 4 vurulsun 24, bərabərdir 6 vurulsun x-a. Hər tərəf 6-ya ixtisar getsə 4, 4 dəfə 4-üm 16, x bərabərdir 16. Xassə, qayda. Yəni, ümumiyyətlə, mən hər dəfə vurğulayıram, həndəsə suallarını bilmək üçün, asan yazmaq üçün, tez yazmaq üçün qaydaları dərindən bilmək lazımdır. Və sonuncu sualımız. Deyir, aralarındakı məsafə 640 olan iki məntəqədən birinin sürəti 90, digərinin sürəti 70.
İki avtomobil eyni zamanda qarşı-qarşıya yola çıxır. Eyni zamanda qarşı-qarşıya yola çıxdığına görə 70 ilə 90-ı topladım. Elədi 160. 640 idi məsafəmiz. T bərabərdir S bölünsün V düsturu ilə. Hesablasam 640-ı bölürəm 160-a, bu da eləyir 4. Deməli cavabımız 4-dür. Belə, monitoringi yekunlaşdırdıq. Bu kimi videoların gəlməyini istəyirsinizsə, xahiş edirəm, videoya baxdıqdan sonra abunə olun, rəy yazın və bəyənməyi unutmayın.